3 Mart 2026 il. Salam dostlar, hər vaxtınız xeyirli olsun. Demək, bugün 3 Mart 2026 il. Yəni, gözəl arı ailələrimizdən birini göstərirəm. 4 ədəd möhürlü sürfəli, 1 ədəd də yumurtalı çərçivədir. Bu ballıdır. Demək dostlar, baxın bu qıraq çərçivə artıq bal azdır. Çərçivəni bu vaxtlar çıxarıram və balın möhürün açıb ara kəsmə taxtasından o tərəfdə qoyuram ki, çünki burada 5 sürfəli çərçivə var. Bu arı ailəsinə yem nə qədər indi çox olarsa, bir o qədər yaxşı inkişaf edəcək. Demək, bu balı arılar yeyəndən sonra bu çərçivələri çıxarıb əridəcəyik. Deməli, dostlar, kim nə fikirləşir, qoy fikirləşsin. İndi havalar bəzi arıçılar kimidir. Gah yağış, gah qar, gah günəş. Buna görə bu arı kekini mən o qədər qoyuram ki, ta havalar düzələnə qədər. Çünki bir həftə idi bizdə yağış, tufan, dağlarda artıq qar yağıb. Yəni axşam bizdə artıq şaxta idi. Yəni mənfi 1 və yaxud 0 olardı. Bir həftə yağışdan sonra baxın bu cür günəş çıxıb
yenə də bir neçə gündən sonra yenə də yağışlar davam edəcək dostlar. Odur ki, mən bu cür ara ailələrimi saxlayıram. Və heç bir problem də yaşamıram. İndi YouTube kanalımda bir nəfər yazmışdı ki, bu taxtalar 19-cu əsrdə qalıb. Ay yazıq. Ay yazıq. O salafan yaxşıdır, salafan. Salafanda Asqar Feroz yaxşı inkişaf edir. Odur ki ay ay ay.